Yadıma düşəndə o günlər ki, hansıları keçmişəm, yəqin ki, deyirəm ki, ikinci dəfə bunu mən yaşaya bilməzdim. Həmin o yolu keçə bilməzdim. Çünki doğrudan da çox çətin, ağır yollar olubdu və ümumiyyətlə ən çətini də o olub ki, bu sənətdə heç kimim olmayıb. Yəni bu sənətdən o qədər uzaq olmuşam ki, elə bil ki, Allah Taala məni gətirib bax elə özü salıbdı. Bir yuxarıdan bir səs deyibdi. Deyirlər ki, bu mümkün olan şey deyil. Amma mümkündür. Çünki doğrudan da bu peşəyə mən ağlıma 10 dəqiqənin içində belə gəldi ki, mən məhz bu peşəyə keçməliyəm. Çünki sənətim olub musiqiçi, 16 il musiqi ilə məşğul olmuşam, fortepiano ilə və günlərin bir günü sadəcə evdə oturmuşdum, rəfiqəmlə danışdım. O dedi gedib kosmetoloq olacağam. Dedim dəstəyə qoydum, düşündüm, görən kosmetoloq ola bilərəmmi? Necə insan gedir birdən peşəsini dəyişir? Dedim kosmetoloq ola bilmərəm, amma saç ustası ola bilərəm. Bax o an məndə bu sənətə böyük bir sevgi oldu. Yəni doğrudan sözlə deyiləsi deyil və hətta anam gəldi. Yəni anam getmişdi çörək almağa, gəldi evə, dedim mama sən bilirsən mən kim olacağam? Deyir ki, mən parikmaxer olacağam. Mama dedi yenə başladığında boş-boş danışmağa. Deyirəm ki, yox mama mən parikmaxer olacağam və həmin gecə bütün gecə yuxuda saç görürdüm. Görürdüm ki, yəni fenləyirəm, yuyuram. Bax, səhəri gündən bu sənətə başladım. O gündən bu yoldan döndü olmadı. Şirkətin hesabına çox böyük layihələrdə iştirak eləmişəm. Bir gün oyandım yuxudan, gördüm ki, Avrovision Azərbaycanda deməli qalib, bizimkilər qalib gəlib və artıq Avrovision Azərbaycanda keçiriləcək. Mexanika olaraq Schwarzkopf orada sponsor olduğuna görə bütün orada olan saçla bağlı, yəni işləri bizə təhvil vermişdilər və biz orada iştirak elədik ulduzların arasında. O zaman ondan sonra Avropa oyunları oldu, yenə Schwarzkopf. Yəni mənə bəzən deyirlər ki, sən düzgün zaman, düzgün yerdə oldun. Düzdür. Mən düzgün zaman, yəni o da Allahın işidir ki, yəni ki elə bir anda mən o şirkətlə deməli şirkətdə fəaliyyət göstərdim ki, şirkətin bir çox layihələri oldu. Yəni formula oldu, Avropa oyunları və orada bütün açılışları, bütün o gecələri ki var, səhnələr var, onlarda saç düzümlərinə, ulduzlara bizə həvalə eləmişlər. Biz böyük bir komanda yığmışdıq, böyük bir təcrübə yığmışdım. Yəni bəzən olur ki, heç həyatımda düşünmədiyim ola bilər. Yəni mənim o gənc zamanlarında düşündüyüm, qurduğum, xəyallarımda istədiyim həyat tamam başqaydı. Tamam başqa bir arzularım vardı. Yəni bugün yaşadığım həyat mənim heç ağlımın ucundan belə keçməzdi ki, mən bu həyatı yaşaya bilərəm. Mən bu qədər dünyanın yarısından çox ölkələrdə elə bir ulduz stilistlərlə bir səhnədə ola bilərəm. Onlardan tədris ala bilərəm. Ulduzların saçlarında, yəni saçlarında işləyə bilərəm. Yəni bunları heç vaxt düşünməmişdim. Amma yaşadıkça düşünürdüm, bu mənəmmi, bu həyatı yaşayıram. Doğrudan çox qəribəliklər olub, elə bir yəni görmüşəm həyatda elə bir səhnələr, elə bir həyat yaşamışam ki, mən bu gün də özümü elə bilirəm ki, nağıllardayam. Yəni öz həyatım deyil, bu mən deyiləm, bu mən ola bilməzdim. Və əsası hər bir insana deyirəm, enerji çox vacibdir. Enerji düzdür, tükənməz deyil, onu qorumaq da lazımdır. Bəzən düşünürəm ki, məndə artıq o güc yoxdur ki, mən o boyda enerji sərf eləmişəm. Amma o enerji aparır sizə və enerji ilə düzgün gedirsinizsə, o uğur qarşınıza çıxacaq və siz mütləq nəyəsə nail olacaqsınız. Yəni başqa yolu yoxdur bunun. Deməli, bəzən mənim tələbələrim elə bilir ki, elə Gülşən belə doğulub da, yəni əllərində belə bilgi olub, iş olubdu, belə bilgiləri olub, elə olmayıbdı. Yəni həmişə deyirəm ki, ruhlanın. O qədər yazıq müştəriləri ağlatmışam ki, o qədər xanımlar ağlayıblar ki, yəni səhv edə öyrənmişik və hamıda bu olacaq. Yəni mümkün deyil ki, sən nəyəsə nail olasan və səhv etməyəsən. Bir də bugündən fərqli olaraq, bugün biliyim o qədərdir ki, artıq mən nədənsə qorxuram. Bilirəm ki, bunu edəndə hansı problemlərlə üzləşəcəm. O vaxt bilgim bu dərəcədə deyil idi. Ona görə heç nədən qorxmurdum. Kim nə deyir, deyirdim mən baş üstə. Ona sözdür ki, birinci saç yadıma gəlir, kəsmişdim. Yəni istər-istəməz bilgim olsa da təcrübə çox şey deməkdir. Yəni təcrübə etməlisən o biliklərini. Bilirəm ki, əyri kəsmişdim. Gedəndə artıq qapıdan çıxanda gördüm,
bütün gecə yatmamışdım ki, yəni görən nə olacaq. Bir gün bir xanım gəldi, toya gedirdi və onun saçında, yəni toy günü mənə verdilər müştəri kimi. Onun saçında olmayan rəng qalmadı da. Yəni xanım o qədər qışqır, bağır saldı. Yəni doğrudan haqlı idi da. Yəni mən inanın ki, yerin altına girmək istirdim. O dərəcədə qorxu var idi məndə və alınmadığına görə heç cürə də düzəldə bilmirdim. Yolunu bilmirdim ki, mən necə bunu düzəldim saçını. Elə o gündə də xanım qaçdı. Yəni salondan bir daha gəlmədi. Amma bilirsinizmi, o mənim üçün böyük bir stres oldu və o stres üzündən mən 5 il ümumiyyətlə saç boyamadım. Yəni yaxın gəlmədim saç. Mənə saç boyama deyəndə qaçırdım və özüm, axı mən işləyən insanam. Yenə deyirəm ki, o enerjini mütləq sənətə sərf edirdim. Mən başladım saç yığımlarına və bu çox uğurlu oldu. İllərlə gəlin saç ustası olmuşam. Çoxlu gəlinlər olub, Grace'də yadıma gəlir. Elə olub 4-5 dənə gəlinim günə olub. Sonra amma yəni biliklərim o qədər artırdı. Schwarzkopfda, yəni xaricə getməyimlə başladım yenə keçdim koloristika və təməlli olaraq koloristikada oturdum. Təsəvvür edin ki, şəhərdə, mərkəzdə işləyirəm, musiqi məktəbində müəlliməyəm. Birdən sənətimi dəyişirəm. Çox özdə prestijli bir musiqi məktəbində müəllimə idi və birdən sənətimi dəyişirəm, evdə deyirəm ki, mən olacağam saç ustası. Yəni bayaq da dedim ki, atamın reaksiyası qətiyyətlə idi. Anam mənə inanmırdı. Çünki deyirdi ki, sən gündə bir həvəsə düşən adamsan. Məni dəstəkləyən əsas təbii ki, qardaşım oldu. Qardaşım inanırdı və deyirdi ki, bir gözəl sözü var idi qardaşımın. Dedi ki, İstənilən bir peşədə kim olursan ol, sən ən alisi ol, ən ucada dur və buna addımla. Onda peşənin nə olduğu heç bir fərq eləməyəcək. Və onu qeyd edeyim ki, o qədər sevirdim ki bu peşəni. Yəni qabağımda duran bir maneə görə bilmirdim. Yəni görsəydim də o təsir göstərmirdi mənə. O qədər sevirdim ki peşəni. Mənim hər günüm 10 il ümumiyyətlə istirahət günüsüz işlədim. Yəni çoxları inanmaz ki belə bir şey ola bilər. Ola bilər. Çünki mən işə getmirdim ki, mən gedirəm işə. Mən gedirdim ki, mən elə bil ki, nəsə belə bir qonaqlığa gedirdim. Bax belə həvəslə, sevgi ilə gedirdim o işə. Hər gün səhər 8-dən 10-a kimi, 11-ə, hətta 12-ə kimi müştərilərim olurdu bəzən. Yəni ona görə bu dəstək təbii ki, qardaşımdan gəldi. Sonra anam da ona qoşuldu. Ondan sonra bax belə bir yavaş-yavaş dəstəklədilər məni. Uğurlarımı görəndən sonra təbii ki, çox fərəhlənirdilər ki, yəni bu uğurlara sən nail olmusan. Ən böyük çətinliyim yəqin ki, artıq ki mən müştərilər yığandan sonra mən başa düşürdüm ki, mən bir yerdə dura bilmirəm. Eyni işlə məşğul ola bilmirəm. Mən gərək nəsə hansısa layihələrdə iştirak edeyim, nəsə məktəbdən onsuz da dərs deyirdim, seminarlar deyirdim. Çünki onu qeyd edeyim ki, mən pedaqoji universitet bitirmişəm və ali savadlı müəlliməyəm. Bununla bağlı mən başa düşürdüm ki, auditoriyada dərs deməliyəm. Çünki uşaqlıqdan anam da müəllimə olub. Uşaqlıqdan mən məktəbdə dərs, anam aparıb məktəbə güya dərs deyirəm. Yəni sinifdə boş siniflər olanda gedirdim orada güya mən müəlliməm, dərs deyirəm və bu həvəs məndə ölmədi. Bu günə kimi bu dərsi deyirəm və onu qeyd edeyim ki, yəni ən çətinliyim mənim insanlara anlatmaq idi ki, bu sənətdə məktəb lazımdır. Çünki o vaxt məktəb yox idi. Hamı düşünürdü, getdi bir ustanın yanında nəsə öyrəndi, çıxdı. Elə olmur. Məktəb mütləq lazım idi və yadıma gəlir ki, birinci dərslərin, mən birinci dərslər deyəndə heç kim yığılmırdı. Şirkət gəlirdi ki, sənin heç dərsi və kimsə yığılmadı. Gedirdim rəfiqələrimə deyirdim, nə olar, gəlin də bir dənə mənim dərsimə ki, şirkət görsün ki, tələbə gəlib. Gedirdim, məsəl üçün, kimdənsə qonşuya, tanışa, kimdən çox yaxın idim. Deyirdim ki, gəlin, nə olar ki, gəlin bilməsinlər ki, mən sizə demişəm, güya siz həvəsdən. Bax, elə mən başladım yığmağa. Ondan sonra artıq elə olurdu ki, o qədər insanlar yığılırdı mənim seminarlarıma. Biz qapını bağlayırdıq, yer olmurdu. Qapını gəlirdilər, vururdular, uçurdurdular ki, girək. Yəni o şəkillər də məndə o vaxt durur ki, ikinci mərtəbədə balaca birinci mərtəbədə dərs dedim, ikinci mərtəbədə balaca bir pəncərə vardı. O pəncərəni də açırdı, 7 nəfərin başı çıxırdı o pəncərədən ki, aşağıda görsünlər. Yəni ona illərlə gəldim. Təbii ki, bu gün artıq məktəbimi qurmuşam. Bu da bu məktəbi qurmaq üçün ki, artıq elə olub Amerikadan da tələbələr olub, Almaniyadan gələnlərim olub, yəni Azərbaycanlılar olublar ki, gəliblər tədrisə. Rusiyadan, həmçinin qəsəbələrdən, rayonlardan nə qədər adamlar bugün gəlir, axıb gəlir
gəlirlər seminarlara, istər kəsim, istər koloristika. Yəni təbii ki, bunları illərlə damla-damla işlər gedib bunun üçün. Yəni tək olmuşam və mənə və ümumiyyətcə onu qeyd edim ki, Azərbaycanda Azərbaycan dilində bu koloristika dərslərini başlayan bir insanam. Yəni təməlini quran bir insanam. Ən çox qürur duyduğum, bugün qürurla dediyim bu beynəlxalq tədbirlərdə baş stilist kimi seçilməyim idi ki, bax orada komandalar yığırdım. Artıq mən Bakıda bilirəm hansı usta, hansı əl işi yaxşıdır. Yəni demək olar ki, tanınmış ustaların hamısını tanıyıram və onların hansılarının kim saç düzümü qəşəng edir, kim kişi saç düzümü qəşəng edir, kim kəsimləri qəşəng edir. Buna uyğun məsəl üçün komandalar ilə biz işləyirdik. Layihələrimiz çox olubdu. İstər Avrovision, istər Avropa oyunları, istər formulada, istər jara tədbirlərində iştirak eləmişik, yəni ulduzlarla çox işləmişik və ən böyük qürur duyduğum odur ki, mən illərdir 2009-cu ildən ildə 2 dəfə mən Avropaya gedirəm ki, yarım il öncə ümumiyyətlə dünyada olan saç dəbini öyrənmək üçün. İndi hal-hazırda oktyabrda Milana hazırlaşıram, yanvarda Barselonada. Yəni ildə 2 dəfə bu. İndi bax Milana hazırlaşıram. Orada yarım il öncə dəbdə nə olacaq, onu Azərbaycana gətirəcəm və bu artıq illərdir belədir. Bununla təbii ki, mən qürur duyuram. Deməli, ustalar var ki, bunların biliyi var. Ustalar var ki, saç ustaları var ki, Allahdan vergiləri var. Bəzən düşünürəm hansı daha vacibdir. İkisi də təbii ki, amma bilik daha vacibdir. Çünki sən biliyin olsa, sən o qədər də, yəni istedadın o dərəcədə də olmasa, sən yenə də yarada biləcəksən. Amma istedadın olsa, amma biliyin olmasa, sən saçda yandıracaqsan, problemlə də üzləşəcəksən. Çünki saç nədir? Saç ümumiyyətcə insan orqanizmidir. Bəzən həkimə gedir, bilmir ki, nədir bu? Nə qədər həkimə gedir, başa düşür. Çünki orqanizmlar fərqli olurlar. Saçın, inanın ki, bugünə kimi bir də görsən, saç məsələn işlədiyimiz zaman elə bir qəribə özünü aparır ki, düşünürsən ki, ilahi bu problem necə oldu ki, heç düşünmürdü ki, belə bir problem olacaq. Bu normal haldır. Çünki canlı orqanizmdə hər bir saçda canlıdır, tamam fərqli özünü apara bilər. Ona görə o qədər sənin biliyin olmalıdır ki, hər bir problemli situasiyadan çıxmağı bacarmalısan. Ümumi olaraq mənə deyirlər Gülşən xanım, hansı rəng ən gözəldir? Da saç rəngi ən gözəldir. Belə bir anlayış yoxdur hansı saçı. Mənə görə məsələn çoxunun sevmədiyi rəng mənim ən sevdiyim rəngdir ki, illərdən narıncı rəngdəyəm. Bu mənim içimdən gələn o ab-havadır, o incəsənət insanıyam da, fərqlilik xoşlayıram. Məndə narıncı rəngin hər biri olub. Təbii ki, çox müştərilərim də narıncı rəngdədir. Bunu yəni çoxları da bilir. Amma hansısa rəng gözəldir, hansısa rəng gözəl deyil, belə bir anlayış yoxdur. Yəni bütün rənglər gözəldir. Üzə yaraşmalıdır, düzgün seçilməlidir. Həmin o insanın daxilindən o rəng qəbul olunmalıdır. Bəzən görsən ki, yaraşmır, amma insan özünü komfortlu hiss edir. O deməkdir ki, o insanın içinə, daxilinə yaraşan bir rəngdir. O özünü rahat hiss edir və artıq o onun rəngidir. Bax, bununla rəngləri seçirik. Rənglər yəni böyük bir aləmdir, dünyadır. Yəni düşünəndə 5-6 rəng deyil. Böyük bir aləmdir rənglər. Bəzən olur ki, elə yoruluram. Çünki mən həm müştəri qəbul edirəm, həm tədrisimi qururam, həm özüm öz reklamımı qururam. Yəni bu çox ağırdır, çox çətin rejimdə işləyirəm. Səhər saat 7-nin yarısından axşam saat 12-yə kimi bax dayanmadan bu iş görülür. Və məni ruhlandıran nə olur? Bəzən olur deyirəm ki, yox da yoruldum, stop eləyəcəm. İstəmirəm, dayanmalı. Keçmişimə baxıram, o çətin günlərimə baxıram, o kasıb günlərə baxıram, o ağrılı günlərə ki, mən nə zülmlə bu müştərimi qazanmışam, nə zülmlə tələbəni qazanmışam, o mənə bilirsiniz necə güc verir. Tez dururam, elə olmamış, gedirəm öz işimin dalıcan. Bu vacibdir, keçmişi unutmayasan. Ona bir dənə çönüb baxasan ki, orada kim olmuşsan, bugün kimsən də. Bəzən deyirlər, bax mənim maşınım yoxdur məsələn. Mənə deyirlər ki, nə əcəb də sənin maşın illərdir. Məni tanıyanlar bilir ki, mən istəsəm son model Porsche sürə bilərəm. Amma mən bunu etmirəm. Çünki məndə tamam başqa bir məqsədlər var, istək var həyatda, təmin başqa maraqlar var. Yəni, hərə öz keçmişimə baxıram, bugünümə baxıram və mütləq müqayisə edib addımlayıram ki, mən düz addımdayım, mən gedirəm qabağa. Yadıma gəlir yeni başlayanda, bunu hamıya tövsiyə edirəm, yeni başlayanlar üçün tövsiyəmdir.
Yeni başlayıram, təsəvvür edin ki, kimsə bəyənmir. O bəyənmir, o mənim üçün bilirsiniz, yəni ən azı 2 yuxusuz gecə özümü başlayıram danlamağa, problem axtarıram. Bu adamda yox, özümdə. Bu niyə bəyənmədi? Yəni deməli nəsə düz eləmədim. Həmin o nöqtədə güclü işlər başlayır. Yəni əgər kimsə nəsə bəyənmədisə, o işdən özümə plan qoyurdum. 20 dənə bu həftə eləməliyəm. Yəni 20 o işdən görməliyəm ki, mən o işi tam olaraq gözəl biləm. Ancaq yəni bax belə olub ki, mən problemlərdən və yaxud da ki, bax həmin o uğurlu olmayan işlərimdən nəticə çıxardım. Motivasiya kimi mən həmişə deyirəm, bayaq da onu dedim. Bilin ki, əgər uğursuz işləriniz varsa, deməli siz işləyirsiniz. Niyə görə? Tək uğurlu olmalı deyil iş. Səhvlər çox olmalıdır. Əgər siz elə uğurlu ancaq eləyirsinizsə, deyirsiniz o, deməli nəyisə düz eləmisiniz. Deməli çətin işlərə girişməmisiniz. Deməli çətin işlərlə məşğul olmamısınız. O çətin işləri başlayın işləməyə ki, gedin, o qoy başınız dəysin divara, eybi yoxdur. Ağrıdacaq, sonra yenidən düz yolunuzu tapacaqsınız. Hər tələbəmə deyirəm, o qədər uğursuz işlərim olub, o qədər problemlərlə üzləşmişəm, o qədər müştərilərlə də üz-üzə gəlmişəm. Olub da, indi bəlkə kimsə eşidəcəksə, hamısından üzr istəyirəm. Təbii ki, o halda mən öyrənmişəm, bugün Gülşən Musayeva olmuşam. Amma yəni bunsuz mümkün deyil, bunsuz sənət öyrən. Ona görə bəzən olub kimsə nəsə yeni başlayır, bir dənə işi gördü, alınmadı, gəlir ağlayaqla. Bu mənlikdir. Elə olub ki, sənətdən gedib, təzədən zəng eləyirəm, danışıram ki, belə olmaz. Sən əgər elə hər bir problemdən ağlayacaqsansa, sən nə əldə eləyəsən? Bu tək bu sənətdə deyil, çox sənətlərdə elədir. Motivasiyaya qalanda çoxları elə Instagram səhifəmi izləyib, bilirsiniz nə qədər olub ki, başqa işlərdən keçiblər ki, Gülşən xanım, sizi izləyirik, həvəslənmişik. Hətta müştərilərim belə tədrisimə gəlib, deyir ki, həvəslənmişik, istəyirik biz də işləyək. Hətta yadımda qalan tələbələrdən biri oldu ki, mənim müştərim var idi. Təsəvvür edin ki, özü oxumuş xanım idi, Almaniyada oxumuşdu, özü də universitetlərin birində hətta dərslər deyirdi. Gəldi ki, Gülşən xanım, o qədər sevirəm ki bu işi, siz belə Instagramda o qədər gözəl görsənir ki, mən istəyirəm bu sənətə keçəm. Dedim, etmə, eləməsən, o boyda sənət öyrənmisən, indi gəlib saç ustası mı olacaqsan? Dedi, istəyirəm, vəssalam. Gəldi, tədrisə yazıldı. Tədrisə yazıldı, bir neçə dərslər gəldi, o model gəldi, onda modellərlə işləyirlər də, bu model gəldi, xoşuna gəlmir, bunu istəyirəm, onu istəyirəm, bunda səbir qalmadı. Sonra boyaların iyləri, bunlar hamısı problemi. Çünki məndə yüksək allergiya var. Çünki boyalarla daimi işləyirəm. Həkimlər deyir ki, sənin işlətdiyin kimyəvi məhsullara görədir. Dedi, bu nədir? Mən bu iyləri götürə bilmirəm falan. Günlərin bir gündə zəng elədi, dedi, Gülşən xanım, üzürlü hesab elində, bu sənət mənlik deyilmiş. Qıraqdan baxırdım, deyirdim, nə gözəl görsən. Elə Gülşən xanım gedir, belə asanlıqla pul qazanır. Gəldim, gördüm, zülmdür. Bu sənət zülmdür. Sadəcə sənəti sevmək lazımdır ürəkdən. Nəyə görəsə yox ki, asan yolla pul qazanmayı. Sənəti sevim ki, sən də rahat həm pulun gələcək, həm də həvəslə işləyəcəksən. Deyim var ki, deyir ki, sən işini gözəl sev və sənə heç bir gündə işləmək lazım olmayacaq. Onu yenə təkrar edərək deyirəm ki, əgər hansısa bir sənəti seçirsinizsə, onu mütləq sevin. Yəni sevmədinizsə, sizə o zülm gələcək, əziyyət gələcək, bərəkət belə gətirməyəcək. Ona görə sənətinizi seçin, işinizi seçin və düzgün yolda olun.